Salam YouTube, mən Kamran bəy Əziz. Bildiyiniz kimi biz bu kanalımızda həm dərslər keçirik, həm çəkilişlər haqqında məlumat veririk, həm də ki vlog tipli çəkilişlər aparırıq. Bu günləri biz gözəllik salonunun açılışını çəkəcəyik. Elşənlə bir yerdəyim. Mən videosunu çəkəcəm, Elşən də fotosunu çəkəcək. Elşən buyur. Salam Kamran bəyin izləyiciləri. Mən Elşən Vəliyev fotoqraf olaraq Kamran bəylə bir yerdə bu günləri biz gözəllik salonu açılışına dəvət olunmuşuq. Biz burada Kamran bəylə bir yerdə foto videonu çəkilişini edəcəyik. Dostlar, belə mən videolar olaraq sizə paylaşacağım. Bir neçə növ necə çəkiliş olmalıdır, vertikal necə çəkməliyik, horizontal necə çəkməliyik. Ümumi buradakı bu havanı çəkib sizə göstərəcəm. Sizinlə horizontal, vertikal video haqqında danışmaq istəyirəm. Hər çəkilişdən əvvəl müştəridən siz soruşun ki, bəs siz hansı hansı tərzdə video istəyirsiniz? Ya horizontal, ya vertikal. Bu müştərimiz bizdən vertikal çəkiliş istəmişdi. Ümumiyyətlə vertikal və horizontal nə deməkdir? Horizontal format YouTube və televizor üçün nəzərdə tutulub, amma vertikal çəkiliş isə sosial şəbəkələr üçün nəzərdə tutulub. Horizontal çəkiliş 16-nın 9-a formatındadır, amma vertikal çəkiliş isə 9-un 16-ya. Təbii ki, bunlar Instagram, YouTube Shorts, Facebook, eləcə də TikTok üçün əlverişlidir. İndi isə müştərimiz üçün bir dəqiqəlik video çəkdik və indi sizə təqdim edirəm. Videonun demək olar ki, səsini alacağam. Niyə görə? Çünki YouTube bloklayır adətən belə mahnıları və məcburi şəkildə alıram təbii ki də. Və çəkilişlərimizə buyurun baxın. Videodan gördüyümüz kimi həm interyeri çəkmişik, həm də açılışın özünü, açılışda baş verən hadisələri, eləcə də detallı, həm də ki krupni plan belə deyək də götürmüşük. Məsələn, orada tortun kəsilməyi var idi, güllərin verilməsi var idi, sevinç hissi var idi, DJ göstərdik. İnsanların əylənməsini göstərdik. Daha sonra isə interyeri tam bir dəqiqəlik videonun içinə çalışdıq ki, salaq. Və həmənki gün hamısını bütün həm interyeri, həm də ki açılışı çəkdik. Elə həmənki gündə bu videonu müştərimizə təqdim etdik. Belə dostlar, özünüzə yaxşı baxın. Hələlik.